Aritmiya necə yaranır, nədən müalicə olunur, necə müalicə olunur? Aritmiya ümumiyyətlə geniş bir ifadə sözüdür. Ürək döyüntü pozğunluğu deməkdir. Və çox kompleks bir xəstəlik bunun altında yerləşir. Ürək döyüntü pozğunluğu altında. Ürək döyüntü zəif işləməyi, ürək döyüntü tez işləməyi, ürək döyüntüsünün arada ekstralar vurulması və ya blokada oluşması kimi bir fəsadlarla qarşı-qarşıya qalınır. Ona görə bu tür fəsadlar olunmasın deyə vaxtı-vaxtında uşağı yoxlatdırmalıyıq, vaxtı-vaxtında müayinə eləməliyik ki, problemlər aradan qalxmış olsun. Niyə yaranır? Gedin, bu ürək mənşəli problem ola bilər, ekstrakardiyak, ürək kənar faktorlar ola bilər, metabolik xəstəliyə bağlı ola bilər, temperatur yüksəkliyindən bağlı ola bilər. Çox geniş komponent sahibi olan patologiya aiddir. Ona görə də bunların qabağı alınması üçün aritmiya varsa, yəni ürək döyüntü pozğunluğu varsa, dərhal bir uşaq kardioloq gəlməniz məqsədə uyğun olardı.